Mən burada üzmən birinci sahibkarlara, bir də jurnalistlərə tuturam. Jurnalistlər belə bir sual qoymalı. Torpaq niyə görə bahalaşır, mənzil niyə görə bahalaşır? Bizim mətbuat, informasiya məkanı bu qiymətlərin qalxmasında niyə görə maraqlıdır? Şəxsən jurnalistlər bunu deyirəm, niyə görə? Çünki bugün alınan 1 kvadrat metrə mənzilin qiyməti bir mənzilin, satılan mənzilin kvadrat metrəsində torpaq xərcində 10-50% deməkdir. Çünki əgər 2500 manata qiymətləndirilirsə, 20% əlavə verilirsə, bu 1 kvadrat mənzil üçün çəkilən 3000 xərcə görə, 1 kvadrat torpağa görə. Bu tikinti aparanda, çünki bizim ən yüksək əmsal 2.8-dir, onun bəli satışa gedən hissəsi 2 əmsala yaxın gəlir çıxır. Yəni 3000 manatın 1500 manatı hər kvadrat metrdə mənzilin satışındakı qiymətdə oturur. Və bunun ardınca sabah mənzil bahalaşır. Mənzil bahalaşır, təzədən mənzilin kvadratı bahalaşır və bəzidən bilərəkdən və yaxud da ki, bilməyəkdən ictimaiyyətdə həqiqətən hər hansı dajı satışa bu günləri kvadrat metrəsi 1000 manata başqa bir vətəndaşa sata bilməyən mənzilə görə 5000 manat istəyən adamı cəmiyyət onu deyir ki, gəlin onu müdafiə eləyək. Və burada problem ondandır ki, biz başa düşməliyik ki, sahibkar bu torpağı sadəcə o adamı köçürməyə yox, bura investisiya qoyub bu mənzili satmaq üçündür. Onun maya dəyəri neçəyə başa gələcəksə və köçürmə müddəti vaxtında, əgər burada bu yerə başlasa bunu 5 ilə köçürüləcəksə, bura qoyduğu pulun bank faizi qədər bu nəzərə tutacaq və bunun qiyməti bahalaşacaq, təsir edəcək. Ona görə bizim cəmiyyətdə informasiyaların düzgün paylanması və bu bahalaşmanın sonunda dolayısıyla həmən adamın özünə qayıdacağını cəmiyyətimiz və mətbuat bunu bu cür işıqlandırmalıdır. İkinci qiymət qoyma məsələsi həqiqətən çox maraqlı şeydir. İndi Nüsrət müəllim 3 aydır təyin olub, amma mən bir sual verəcəm. Nüsrət müəllim, eyni mənzili biri gəlir banka qoymaq üçün, sahibkar deyir ki, bu evi bu adamdan almışam, indi bankdan bura kredit götürəcəm. Həmən banka qoyulan qiymətlə, həmən onu satışa gedəndə, sahibkar çağıranda buna qoyun, 5 dəfə baha qiymət qoyulur. Qiymət qoymanın funksiyası bir olmalıdır. İstər bank üçün, gəlib bu sifariş verəndə ona o qiyməti qoymalıdır, sahibkar almaq üçün də olanda onu qiyməti qoymalıdır. Biz cəmiyyətdə bəzən qurumlarımızın özü problemləri yaradırıq və sonra o problemlərin həll eləməsini edir. Sahibkar gəlir ki, mənim burada 1 hektar torpağım var, bunu qoyuram banka, mən istəyirəm ki, bunu qiymətləndirəsiniz. Məsələn, buna görə mən bu krediti artıq köçürməyə pulum çatmır. Mən bu pulla istəyirəm investisiya, bu sahibkarlar yəqin daha doğru başa düşər. Və bu necədir? Həmin torpaq tutaq ki, qiymətləndirir ki, bunun burada, məsələn, sotu 80 mindir. Həmən kvadrat metrən orada mənzili gətirib verəndə 2500 əgər qiymətləndirsə, bu gəlir olur 80 min yox, bu sotun qiyməti 250 min. Eyni qiymətləndiricindən aktlar var, məhkəmədə olan aktlar var ki, bu necə ola bilir? Əslində, bax, bizim cəmiyyətimizin nə idi? Bu problemlərin yaranma səbəblərini doğru ortaya qoymasa bilməsək, bu məsələlər həll eləməməliyik. Əgər bu həqiqətən 2500-dürsə, siz sahibkar həm o vətəndaşın yanında olmalıdır, həm o qiymətləndirici sahibkarın yanında olmalıdır. 2500-ə vətəndaşın pulun verməyə deyirsə verilsin və yaxud 3000-ə, həmən 3000-i də bu adam bankda onu girov qoyub götürüb ən azından o pulu verməyi eləməlidir elə bir ki. Mən burada sadəcə olaraq bu yaranma problemlərindən deyirəm. Köçürmənin ən böyük problemi sahibkara niyə görə yaradır və bahalaşma necə gəlir? 100 nəfərdən 80-ı köçdü, 20 qaldısa, bu adam həmən 80 nəfərin kirayə pulunu verir, həmən pulu verib, əgər bankda qalsaydı və başqa investisiya qoysa, onun deyərlər, orada qazanacaqdı və yaxud da ən azından ziyan eləməyəcəkdi. Bu günləri o pul orada qaldıqca, o müddət ərzində torpağın yenidən maya dəyəri bahalaşır. Məsələn, biz bu ətrafa başlasaq, burada köçürmə 5 ildir başlayıb.
5 il ərzində əgər bu yanımızdakı köçürmə qurtarmırsa, bura investisiya qoyan adam, hətta ona pul verməyibsə, köçürülüb qalırsa, deməli 5 ildə artıq o adamların yaşaması üçün kompensasiya ödəyir. Və yaxud da ki, pulu veribsə, 5 il artıq orada qalıb. Yəni, burada həqiqi mənada bu qanunlarda biz eləməliyik, köçürmə qanunu verirsə, qanun verilməlidir. Razılaşma yolu üçün vaxt qoyulmalıdır. Tutaq ki, bu sahənin 6 aya tutaq ki, köçürür. Razılaşmırsa, 6 aydan sonra dövlətin hansısa bir tərəfli Nazirlər Kabinetinin bir qərarı olmadı. Bu 6 aydan sonra bu adamlara ancaq kvadrat metrəsini tutaq ki, 20%, 25% üstündə mənzil verilməklə artıq bu köçürülməlidir. Bu, həmən vətəndaşın özündə psixoloji o durumun həlim. Çünki elə adam var ki, 10 kvadrat metrə məsələsindən bütün öz problemlərini həll eləmək istəyir. 10 kvadrat metrə 1 milyon pul istəyən də var. Özdə məntiq nədir? Deyir, mən çıxmasam, bu adam biznesi eləyə bilmir. Və bütün həm şəhər salmanın işini pozur, həm şəhərin, necə deyərlər, sosial mühitin pisləşdirir, iş yerlərinin yaranmasını qoymur, başqa ticarət dövriyyəsinin şirkətlərin olmağı qoymur. Ona görə burada mən üzümü mətbuata tuturam. Bir nəfər çıxıb deyən kimi mənə 2500 verirlər, mən 5000 istəyirəm. Bu deyir ki, bunun hüququdur, niyə bunu vermirsiniz? Əslində ola deyil. Mən əminəm ki, o adam verməməklə orada gələcəkdə mənzilin satışını hər il 100 manat artırır. Çünki bu adam orada öz pulun qoyub, həmən faizi gəlir, orada o hesablayır ki, mən bura 10 milyon qoymuşam. Bankda olsaydı 1 milyon alacaqdım, onu 11 milyon hesab edir, gələn il 12 milyon hesab edir. Və bu da sonda məhsulun üzərinə gəlir. Ona görə burada şəhər salmanın özündə də o sənədləşmənin sürətli olmasından tutmuş, layihələrin elə bir sürətli olmasından tutmuş. Qiymətlər düz deyirsiniz, eyni standart olmamalıdır. Biri əgər tutaq ki, 5 mərtəbəli binada yaşayırsa, artıq onun yaşayış yeri varsa, ona 25% artıq olmağından verilməlidir. Mən sizə bu günləri bir yer deyim, gedin qiymətləndirir üçün baxın. Bu adam qəzetdə mən çıxardım, 3 ay bundan əvvəl satışa qoyduğu var. Oranın sökülməsi yoxdur. Kvadrat metrəsi 1000 manatdan satışa qoyur. Bu günləri gələn adam almaq üçün ora artıq sahibkar gəlib deyin, 10 minə satır. Bax, biz bunları insan hüququ ilə, mülkiyyət hüququnun qorunması bu demək deyil. Bizim qanunumuz Azərbaycan dövlətinin sosial dövlətdir. Vətəndaşların hüquqlarını qoruyur. Hər şeydə qoruyur. Amma biz cəmiyyətimizdə insanların düşüncəsində bir şey. Bu büdcəni formalaşdıran sahibkarlardır. Əgər bu sahibkarlar işləməsə, bu gün neftin qiymətinin düşdüyü fonda, bu sahibkarlar işləməsə, işçilərə əmək haqqı verməsə, dövlət büdcəsinə vəsait verməsə, onsuz o nə mənzilləri alan olacaq, nə mənzili satan adamın mənzilini alan olmayacaq. Ona görə burada həm vətəndaşın hüququnun, həmşə sosial mediada, qeyri-hökumət təşkilatı tərəfindən vətəndaşın hüququ qoyulduğu qədər də bizneslə məşğul olan sahibkarın hüququ da qorunmalıdır. Çünki vətəndaşa da o hüququ həmən sahibkar işləyərək, o adamı işlədərək və yaxud da özü əlavə dəyər yaradaraq cəmiyyətin inkişafına səbəb olur. Və bizim ən çoxu bu durğunluqların yarınmasına biz dövlət qurumlarının başqa cəmiyyətin özünün degradasiya uğramasıdır. Cəmiyyət nədir? Cəmiyyət sahibkara, biznesə münasibəti hələ SSR dövründəki kimi sahibkara baxışdır. Biz bu baxışlar dəyişməlidir. Çünki burada oturan hər bir sahibkar, necə deyərlər, yanına biz mühafizəçi qoymalıyıq ki, onlar işləsinlər, dövlət büdcəsinə pul versinlər. Yəni, bu həqiqətdir və biz bu yanaşma ilə yanaşmasaq, sahibkara bu günləri həmən evin satanı nə qədər müdafiə eləyək, ona hara köçürüləcək, o problem həll olmayacaq. Mən yenə dedim, mən bütün sahələrə toxundum ki, yenə deyirəm, biz vətəndaşın hüquqlarını müdafiə elədiyimiz kimi də sahibkar da bu ölkənin vətəndaşıdır. Onun da hüquqları qorunmalıdır. Əgər biz qorunmayacaqsa, onu eləyə bilməyəcəksə, biz heç bir inkişafa nail olmayacaq.